Təşkilatı Finka imkanlarını bir qədər də artırıb. Qurum bugündən Fransanın məşhur Proparco Maliyyə İnstitutunun tərəfdaşına çevrilib. Fransanın Proparco təşkilatı ilə Finka Azərbaycan arasında imzalanan müqaviləyə əsasən fransız şirkəti Azərbaycanın aparıcı mikromaliyyə təşkilatına 11,5 milyon avro məbləğində Azərbaycan manatı ilə kredit xəttinin açılmasını öhdəsinə götürdü. Proparco'nun baş icraçı direktoru Claude Perio Finka Azərbaycanın fəaliyyətini alqışlayaraq ayrılmış bu uzun müddətli kredit vasitəsilə mikromaliyyə təşkilatının strategiyasının inkişaf etdirilməsinə yardımcı olacaqlarını bildirdi. Finka Azərbaycanın baş icraçı direktoru Tim Tarrant Proparco ilə əməkdaşlığın xüsusilə bu müqavilənin rəhbərlik etdiyi təşkilat üçün böyük önəm daşıdığını vurğuladı. Proparco tərəfindən ayrılmış bu kredit xətti yeni və mövcud müştərilərə işlək kapital kreditinə çıxışı genişləndirməyə kömək edəcək. Xüsusilə qeyd etmək istərdim ki, kredit xətti Azərbaycan manatı ilə ayrıldığı üçün bu, kredit alanları valyuta məzənnəsində baş verən qeyri-stabil dəyişmələrdən qoruyacaq. Kənd təsərrüfatı da daxil olmaqla ölkə üzrə kredit və digər xidmətlər göstərən Finka Azərbaycanın hazırda 185 milyon ABŞ dolları məbləğində kredit götürən 150 mindən artıq müştərisi var.